Sonra keçirik xərçəng bürcünə. Bu da maraqlıdır. Zodiakın anası adlanır. Çox qayğı keçdilər həqiqətən. Qızlı oğlanlı. Aşırı qayğı keş ruhlardır. Mənim qardaşım xərçəngdir. Spiritual müstəvidə xərçəng ruhun özünə yuva axtardığı, duyğuları kəşf etdiyi və şəfqət dərsi keçdiyi mərhələdir. İlahi qoruyucu da adlana bilərlər. Xərçəngin missiyası bu dünyaya sevgini və qayğını gətirməkdir. Onlar bizə öyrədir ki, ən böyük güc sərtlikdə deyil, yumşaqlıqdadır. Yəni zəka bir insana baş əydirə bilər, amma qayğı bir insanı diz söydürür. Bunu öyrədirlər bizə tam olaraq. Hiss etmək xərçəng üçün yüksək mənlik, daxili intuisiyanın səsinə tam güvənməkdir. Yanlış tərəfləri nədir? Keçmişdəki incikliklərdən qopa bilmirlər. Ancaq ilişib qalırlar keçmişdə. Məsələn, Murad mənə niyə bunu dedi, o niyə bunu elədi? 2. Ətrafına divarlar örürlər, keçilməz divarlar. Yəni özünü biraz blokadaya alır, qoruyur.